Birləşmiş Ştatların dövlət katibi Marco Rubio ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin xarici yardımının dayandırıldığını rəsmən elan edib. Agentliyin effektivliyini tənqid edən Marco Rubio, qurumun fəaliyyəti dövründə inkişaf məqsədlərinə nadir hallarda nail olunduğunu və ABŞ əleyhinə əhval-ruhiyyənin daha da artdığını vurğulayıb. Hökumət tərəfindən maliyyələşdirilən səmərəsizlik dövrü rəsmən başa çatdı deyə dövlət katibi sosial media hesabında yazıb. Onun sözlərinə görə ABŞ hökumətinin siyasətinə uyğun gələn və ölkənin maraqlarını təşviq edən xarici yardım proqramları bundan sonra Dövlət Departamenti tərəfindən idarə olunacaq. Qeyd edək ki, Donald Trump administrasiyası USAID-in ləğvi prosesinə fevralın əvvəlindən start verib. Buna qurumun xərclərinin çox yüksək olmasına rəğmən faydasının çox az olduğu səbəb göstərilib. Mart ayında USAID tərəfindən idarə olunan layihələrin 80% ləğv olunub. Qurumun 6200 layihəsindən yalnız 1000-ə yaxınının Dövlət Departamentinin nəzarəti altında davam edəcəyi qərarı alınıb. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi QİÇS-lə mübarizədən tutmuş müharibə zonalarında yenidən qurma işlərinə də çox saylı layihələr həyata keçirirdi.